Macaristanda yeni gün, yeni dövr, gərginlik və gözləntilərlə dolu bir gün geridə qaldı. Bugün isə Budapeşt küçələrində mənzərə belədir. Dünənki iddialı seçki təbliğat təşviqat kampaniyası artıq heç kimə lazım deyil. Seçki komissiyasının məlumatına görə Tiza partiyası hazırda 199 yerlik parlamentdə 138 mandat sahibidir. Bu isə o deməkdir ki, partiya 3də 2 çoxluğu təmin edir. Yalnız belə bir çoxluq şəraitində Magyar geniş miqyaslı islahatlar həyata keçirə bilər. Çünki bir çox qanunları sadə səs çoxluğu ilə dəyişmək mümkün deyil. Bu, məsələn, seçki qanunvericiliyinə, vətəndaşlıq qaydalarına, pensiya sisteminin əsas aspektlərinə, vergi qanunvericiliyinə, eləcə də prezidentin seçilməsinə aiddir. Bu seçkilər artıq tarixi seçkilər adlandırılır. Macarıstan cəmiyyəti bütün proqnozları üstələyən bir dəyişiklik istəyini nümayiş etdirdi. Rəqəmlər hər şeyi deyir. Ölkə yeni bir siyasi dövrə qədəm qoyur. İndi yeni iqtidar sübut etməlidir ki, onlar təkcə köhnə rejimi tənqid etməyə deyil, həm də dərin siyasi parçalanma şəraitində ölkəni real şəkildə idarə etməyə hazırdılar. 45 yaşlı partiya lideri bildirir ki, güclü mandat sayəsində hakimiyyətin ötürülməsi dinc və problemsiz şəkildə baş verəcək. Bugün biz qalib gəldik. Çünki Macarlar öz vətənlərinin onlar üçün nə edə biləcəyini yox, özlərinin vətənləri üçün nə edə biləcəyini soruşdular. Soruşdular və cavabı tapdılar. Magyar Macaristanın yenidən Avropa İttifaqı və NATO ilə güclü tərəfdaş olacağını vədini verdi. Bəs sadə Macarlar nə istəyir? Hazırki qlobal vəziyyət, münaqişələr, iqtisadi böhran və insanların təhlükəsizliyi məsələləri fonunda böyük və ciddi dəyişikliklər gözləmək doğru vaxt deyil. Hesab edirəm ki, hazırda Macarıstan Avropada ən təhlükəsiz ölkələrdən biridir. Əlbəttə, yaxşılaşdırılmalı çox şey var, amma ümumilikdə istək budur ki, ölkə indiki kimi sabit və təhlükəsiz olsun. Kiçik müsbət dəyişikliklər ola bilər, amma köklü dəyişikliklərə ehtiyac yoxdur. Ümid edirəm ki, ölkə daha demokratik olacaq, sistem dəyişiklikləri baş verəcək. Sülh olsun, sakitlik olsun, insanlar normal dolana bilsin, sabit gəlir olsun. İndi bütün dünyanın nəzəri Macaristandadır. Görəsən, bu yeni səhifə regionun taleyini necə dəyişəcək? Günay Məmmədova, Azərbaycan televiziyasının Almaniya bürosu, Budapeşt, Macaristan.